Bir vaxtlar milyonlar qazanan çempion bu gün zibil qutusunda yemək axtarır. Bu adamın kim olduğunu bilirsiniz? 1990-cı ildə minlərlə insan onun adını qışqırırdı. O, dünyanın ən güclü liqası olan Milli Hokkey Liqasında çempion idi. Cibində milyonlarla dolları, qarajında lüks maşınları, əlində isə idmanın ən ali mükafatı olan Stanley Kuboku var idi. Bəs indi o, Kanadanın soyuq küçələrində zibil qutularından yemək axtarır. Meşədə plastik kütlələrin üstündə yatır. Bu, Joseph Patrick Murphy'nin inanılmaz və bir o qədər də acınacaqlı hekayəsidir. Bugün biz bir insanın zirvədən dibə necə yuvarlandığının şahidi olacağıq. Hər şey nağıl kimi başlamışdı. 1986-cı il Joseph Murphy Milli Hokkey Liqası layihəsində ümumi hesabda birinci seçilən Kanadalı peşəkar hokkeyçi idi. Bu o deməkdir ki, o dünyanın ən perspektivli gənc oyuncusu idi. Sürətli texnikası və qol instinkti onu qısa zamanda ulduza çevirdi. Murphy, Detroit Red Wings tərəfindən ümumi hesabda birinci seçildikdən sonra gözlənilən təsiri yaratmaqda çətinlik çəksə də, 1989-cu ildə Edmonton Oilers komandasına transfer edilir. Həmin il o, komandasına Stanley Kubokunu qazandıran əsas simalardan biri oldu. 15 illik karyerası boyu o, 15 milyon dollardan çox pul qazanıb. 15 illik karyerası ərzində 779 oyun keçirdi, 500-dən çox xal topladı. O, həm varlı, həm məşhur, həm də çox istedadlı idi. Amma heç kim bilmirdi ki, onun beynində gizli bir saatlı bomba işə düşüb. 1991-ci ildə aldığı ağır beyin travması hər şeyi dəyişdi. O dövrdə hokkeydə beyin sarsıntılarına ciddi baxmırdılar. Oyuncu biraz özünə gələn kimi yenidən buza buraxılırdı. Murphy dəfələrlə kəllə beyin travması aldı. Bu onda xroniki travmatik ensefalopatiya adlı beyin xəstəliyini başlatdı. Bu xəstəlik insanı daxildən məhv edir. Joseph yavaş-yavaş tanınmaz hala gəldi. Komanda yoldaşları onun qəribə hərəkətlərindən, qəfil əsəb partlayışlarından danışırdılar. O artıq diqqətini cəmləyə bilmirdi, yaddaşı zəifləyirdi. 2001-ci ildə karyerasını bitirəndə artıq həm fiziki, həm də psixi olaraq tükənmişdi. Karyerasından sonra Joseph Murphy üçün qaranlıq dövr başladı. Psixi sağlamlığı pozulan Murphy düzgün qərarlar verə bilmirdi. O pullarını yanlış investisiyalara, nizamsız həyat tərzinə və bəzi iddialara görə narkotik maddələrə xərclədi. Ailəsi ondan uzaqlaşdı. Çünki o artıq tanıdıqları Joe deyildi. Onun evsizlik həyatı ilk dəfə 2017-ci ildə Costa Rica'da üzə çıxdı. Orada küçələrdə yaşadığı üçün Kanadaya deportasiya edildi. Amma geri qaydanda da vəziyyət dəyişmədi. Onu Kanadanın Kenora şəhərində zibil qutularının yanında ac-yalavac tapdılar. Dünyanın ən varlı idmançılarından biri indi yoldan keçənlərdən yemək və qəpik quruş dilənirdi. Ən kədərlisi isə odur ki, ona kömək etmək istəyənlər çox oldu. Milli Hokkey Liqasının Məzunlar Assosiasiyası və keçmiş komanda yoldaşları ona dəfələrlə ev, iş və müalicə təklif etdilər. Lakin Joseph hər dəfə bu köməyi rədd etdi. O beynindəki travmaların təsirindən azadlığı küçələrdə tapdığını düşünürdü. Joseph Murphy 2018-ci ilin avqust ayında yayımlanan Sports Center'in Finding Murphy adlı verilişində vəziyyətini daha ətraflı izah etdi. Və beləcə 15 milyon dollarlıq sərvət, şöhrət və alqışlar bir vaxtlar qaldırdığı Stanley Kuboku kimi əllərindən sürüşüb yox oldu. O hər kəsin həsəd apardığı bir kral idi. İndi isə heç kimin tanımaq istəmədiyi bir kölgədir.